Axşamınız xeyir dəyərli futbol həvəskarları. Yenə sizlərlə bərabər oyundan əvvəl deyirik. Oyundan əvvəl də bu günləri sizlərlə birlikdə həm Azərbaycan Liqası, həm Türkiyə Liqası həm də az sonra başlayacaq. Vasco Santos görüşündə bərabər olacağıq. Transferləri az əvvəl bitdi. Evet. Kadrolarla bir gözelim. Adeyemi'nin golü var. Bir gol. İkinci meydana gelen Hamza. Lamine Yamal. Bissou. 2 tane gollarla. Sonradan sayıldı. Real Madrid ise 3-0 qələbə qazandı. SP. Mbappe. Huyson. Ve ehtiyatla meydana daxil olan Carlos Espin'in golü ilə Schalke'yi məğlub etdi. Schalke'de son dəqiqədə də oyuna Edin daxil olmuşdu 80'da. Evet, devam edək. Mən təəssüflər olsun, Sumqayıt ilk turda Neftçi 1-2 sərədə məğlub oldu. Gözləmədik bunun belə olacağını. Qollara gəldiyimiz zaman Nadir Orazoğlu'nun təşkil qolu var idi. Nadirə də uğurlar. Evet, piyaslarını gördünüz. Təəssüflər olsun ki, Səbuha Abdullahzadənin qırmızı vərəqəsi var. Növbəti oyun barəsində axıcam. Neftçi də bayağı bir sarılar aldı. Tupda olsun, Almeida olsun, hər iki Almeida və Saçko'dur bu nədirsə. Saçko olsun. Sarı vərəqələri bol idi. Ehtiyatdan bayağı bir futbolçular yığılmışdılar. 11 dənə futbolçusu vardı ehtiyatda Neftçinin. Sumqayıt tərəfinin isə 6 futbolçusu vardı. Ehtiyatda zaten 2 dənə səhvətimizə qapıcı qalmışdı. Evet, digərləri isə hücumçular idi. Alexey Yankovic, Ayxan Süleymanlı, Ronaldo Vazquez, Thiago Almeida'nı oyunda gördük. Təəssüflər olsun ki, istədiyimiz nəticə alınmadı. Neftçi hələliyinə gözəl nəticə ilə başladı. Neftçi hər şey sablara bəyazır Qarabağ Şamaxı görüşündə. Zirə Şəxvanə gəldiyimiz zaman Trabaqlı Qisat Cibrillah və Eren Aydın'ın qolları gəldi. 6-14 milyon zirədən son 2 milyon Şəfəradır. Şəfa normativ yaxşı bir heyət qurub. 2 dəfədir belə bir heyətlə gəliblər. 2 dəfədir maraqlı bir yol var. Şəfa üçün belə var. Ehtiyatda Dərlan Quliyevin çox yaxşı bir heyəti var deyərdim. Şəfanın Nihat Quliyev məsəl üçün Qarabağın getirməsi filəməsi Nihat. Şamaxı, Səbail, Hardayda Şəfada oynadı Nihat. Da Mertens, Dilan Mertens, Roland, Sakat yazıb. Sakat olan futbolçu starta yeklədi. Gülməli bunu. Evet, Şəfada ilk qədəm qoydu oyunu. 2-0'lıq məğlub olur. Zirə inamlı şəkildə Mississippi Milli Liqanın ilk turuna başlayır. Hələ ki Zirə 3-cü ildir. 4 tane klubumuz qələbə qazanıb. Bu həftə artıq sonuncu həftədir. Bilirsiniz, sabahları biz Qarabağ Şamaxı görüşündə olacağıq. Xarici həftənin digər günləri üçün atacağıq. Və Mississippi Milli Liqanın növbəti turuna nəzər salaq. Həmçinin turda bizi nələr gözləyir. Hadi birlikdə baxaq. İkinci tur. Zirə İmişli ilə qarşılaşacaq. Orada Zirənin qələbəsi nasıl aydın görünür. Qarabağ Kəpəz ilə qarşılaşır. Qarabağ qələbə qazanar deyə düşünürəm. Sabah Sumqayıt oyununda fikrimdə bir bərabərlik olacağını düşünürəm. Çünki deyəcək ki, məsələn Sabah çünki ikinci heyətlə çıxacaq bu oyunu böyük ehtimalla. Kəpəzə qarşı çıxdılar. Yəni belə eləyəcəklər.
Hamısı aynı imlada hazırlıq elə bilə yazılar olaraq hansını. Neftçi Araz Naxçıvana gəldiyimiz zaman Neftçi fikrimiz Araz Naxçıvanla bərabər aparacaq. Çünki Arazın heyəti də yaxşıdır. Yaxşı bir heyət qurublar Araz Naxçıvan. Neftçinin özü də yaxşı bir heyət qurub, amma çətindir yəni deyirəm. Çox danışmaq var çətindir. Turan-Tovuz Şamaxıya gəldiyimiz zaman bu oyundan da bərabərlik gözləyirəm. Təbii ki də, çünki Turan-Tovuz ilk oyunu demək olar ki, Qəbələrin üzərində çox çətin bir qələbə qazandılar deyərəm. Məncə bu Qəbələnin inkişafı nəzərdə tutaram mən. Və Şamaxıya gəldiyimiz zaman Şamaxı da öz heyətini yaxşı fikrimcə yığıb. Yəni belə bir Ayxan Abbasov yazılıb, amma hal-hazırda Azər Məmmədov. Azər Bağırov desəm, Azər Bağırov səhvimə gəlib. Hücum, orta saha deyək. Və müdafiə Abdullah Səf Muhammed mi? Muhammed? Ona şaka mısınız? Muhammed. Güzel geldi değil mi? Evet. Böyle bir heyetler görürük. Dayı Santos sonra sesini 4-8 dakika. Carl Fernandes. Evet, Turan-Tovuz haqqında tabii ki bunu Şamaxının Diyon Bəci Qəbələ Şəfa də fikrimizə bərabər aparacaq və həm Qəbələ, həm Şəfa Lise Premier Liqada fikrimizə ilk turnu alacaqlar. Çünki tur çox çətin görünür bizim üçün. Son turda danışacağıq, amma hələ indi yox. Məsələn, Sumqayıt, Qarabağla, Araz Naxçıvan, Sabahla, Zirə Neftçi ilə, Kəpəz Turanla, Qəbələ Şamaxı ilə, Şəfa İmişlə hamısı məncə bərabərlik səviyyəsində bir dad alınacağını düşünürəm, amma bir dənə tək Sumqayıt Qarabağla aydın bilmirəm. Bax, fikrimdə Sumqayıtdır. Məğlub edəcək. Evet, Zirə Şəfa gəldiyimiz zaman 84-cü dəqiqədə tamamlanmaq üzrə İspanya Levanta görüşündə gəldiyimiz zaman İspanya qarşılaşmasında az əvvəl bir görüş vardı. Villarreal Racinglə xallara bölüşdülər, 2-2 hesab bitdi. Hal-hazırda da İspanya qələbə qazanır Levanta üzərində. Gəldiyimiz zaman Türkiyə Liqasında Başakşehir 2-0 Kocaeli Sporu məğlub etdilər. Qapıda Muhammed Şəngəzər idi, Opera idi, Skov Olsen idi. Muhammed Şəngəzər bizə çox tanış gəlir. Hatta biz Hatay Spor'un oyunlarında Muhammed Şəngəzəri bilirdik. Muhammed Şəngəzər bu arada Bursa yetirməsiymiş. Evet. Onun ən yaxşısı 8.5-dən Opera olub. Golü var. Şikenya. Evet, birazdan onu dedim. Yaxşı bir qələbə ilə başladılar Başakşehirdə. Lider. Liderə salam olsun deyək. Galatasaray'ın, Trabzonspor'un, Fenerbahçe'nin, Koltil diye falan kime oynuyoruz zaten? Şaka mısın kanka? Kime oynuyoruz oğlum? Gel göstər gəlin birlikdə baxaq. Ahmet Spor, Erzurum Spor'da birazdan inşallah ki heyətdə Nəriman Xunçadəni görəcəyik. Eren Tosu, Fehtaoğlu, Akgün, Rodriguez, Andrade, Baye, Mukajivic, Kırtay, Geroksik, Ovacıklı, Orvanik, evet. Nihat Muyakic, bu arada dediğim kimi Qarabağın istediği bir futbolcuydu sadece olarak. Erzurumspor'da çok maaş verdi, ona göre geldi. 12 maçta bir gol atmış. Evet, Bosna Hersek millisinde. Erzurum'un ehtiyatında ise Azərbaycanlı futbolçumuz Nəriman Axundzadə də gəlib. İlkan Səfər falan var. Ümid edirəm ki, ikinci yarıda bax belə bir şeylər görəcəyik. Və eyni zamanda Erzurum'un böyük hesablı qələbəsi. Yıxsan yox. Erzurum'un böyük hesablı qələbəsi haləsə Ahmet Sporu göndərəcək ən aşağıya gələn bu təqimlərə Fenerbahçe, Konyaspor qabağa gedə bilər. Və indi oynanacaq Beşiktaş Eyüp Spor'un da həcə asılıdır. Onun bərabərə getməsi
çox bərbad bir məsələ gətirib çıxaracağını düşünürəm. Biz yəni ayaq dedim hara qayıdacaqdıq? Şikenya. Şikenya'ya yaxınım. Şikenya Brazilya'nın 90+3 oynanılır. Şikenya artıq Şampiyonlar Ligi önlemlerine yaxındır. Üçlü kupla gələcəklər bu il olduğu kimi yine. Vardar bu il getmişdi, səhv etmirəmsə. Vardar uduzdu, Vardar konferans ligasında Rega'ya uduzmuş. Slex gelmiş miydi ya? Ben Slex gelmedi diye düşünüyorum konferansa. Dinamo Minsk. Bir bak kim gelmiş? Şikenya, tamam. Şikenya təsvir olsun ki uduzdu. Evet, Latsi bir kənar alıb növbəti dəfə oyundan əvvəl deyəcəyik sizlərə. Birazdan en gözəl qarşılaşmalardan biriyim. Hazırlar Lens birazdan başlayacaq. Evet dostlar, o gün əvvəldə tamam edirik Erzurumspor. Metspor yürüyüşündə Metspor hesabı açdı, təəssüflər olsun ki işimize yaramayan bir oyun oldu. Lens PSG birazdan, oha Rapid ne o 800 nedir? Rapid'in rəqibi kimsə Allah rəhmət eləsin. Şükür gol sayılmadı, 2 dənə gol atılıb, ikisi sayılmır. Evet, hazır geldi ona verin yerine. Zira bu oyun 4 dəyişiklikdən istifadə etdim. Eyni zamanda Şəfada, İsmail Zülfüqalı, Mertens, Fuller Pop'un yine Ferdi Yusufli, Felipe, Diav, Rafsin yine oyuna daxil olub. Şafa əsasən Azərbaycan millisinin əvvəl Azərbaycanlı futbolçular vardı, səhv etmirəmsə keçən il heyətində. Sonra çoxlu Azərbaycan futbolçularını göndərdi, çünki bu artıq işe yarayan bir şey olmayacaqdı. Çünki Premier Ligada bayağı bir təcrübəli futbolçular var. Legioner cəhətdən deyirəm, Şafanın bu da işinə əl verməyəcəkdir. Yəni bəlkə də bugünkü gündə olan bəzi Şafanın aldığı söhbət legionerlərdən gedir ki, bu məsələdə evet tam mövsüm Zira 2-ni alışdırıb. Hatta başına Zira'dan da düşdüyüb.
Allah kudur. Doksan artı bu arada 2. İki de kartın gelecek gerek. Oğlum ben buradan buna girmek istedim. Görək. 3 kartın gelip. Bu ne kadar? Ha bu nerede? 3 kartın gelip. 3 artık 2 dakika 30 saniyesi oynanılır hal-hazırda. Hangi şey zirə qırmızı formada böyle. Bilmək istəyirəm. Zirə hansı formada oynayır? Şampiyon futbolunun hadi bakalım. Meydana yenicə daxil olmuş Elnur Cəfərova qaldı. Evet. Kırmızılar zirədirlər. Ondan əvvəldə ilk 90 artı 4 oynanılır hal-hazırda. Qapıda Hüseyn Əli Quliyevdir. Tacı yox, Aydın Bayramovdur, üzülsən. Aydın Bayramovdur. Görək. Mardinspor 1-0 Antalyaspor görüşündən keçir. Vuruş gəlir uzaqdan. Ancaq Mutsiz ilə səhv etməmişəm sonra uzaqlaşdıram və burada hakimlər futbolçuları uzaqlaşdırır. Əldə bildiklərini görək. Hakim bəli oyunu bitirir. Rəşad Sadıqov. Zavur Həşimov idi bu. Aynen. Sağ ollaşdı. Elənin bizə vurduğu qolu göstərirlər. Fikində Şəfa normativ bir oyun göstərdi. Şəfa daha keçən mövsüm Karvan ilk dəfədir ki, Premier Ligaya gəldiyimiz zaman Qarabağ biraz sonra hörmət eləmişdi. 2-1 hesabı ilə udmuşdu, amma hörmət eləyib udmuşdu deyək. Şey eləmişdi. Beşiktaş Eyüp Spor'da Beşiktaş açır. Hacı gol açır. Hesap açılır. Deyək. Kim attı lan golü? Sendik. Beşiktaş üçün fərqi yoxdur. Avropa olsun da olsun. Hamısında da oynadır. Əsas heyət. Maraqlıdır, niyə? Niyə? Yox, ürün oxu və indidir. İstirahət edir. Nididir? İlham Fakili. Fakili. Fransa'nın Clermont klubuna gelip İlham. Evet. Ahmet de gol atsın onunla yaparak ama Erzurumspor'da gol yoktu. Fenerbahçe kalktı yukarı. Hadi Erzurumspor seninle düzdürüm. 2 tane sonra da vur. Daha da kalkak yukarı. Ama da gönderip bırak. Onları kaldıracak yukarı. Hamı bir xalıdır. Növbəti oyun Galatasaray bu arada Erzurumspor'a qonaq olacaq. Türkiye Ligası'da.
bu maraqlı keçəcəyini deyirəm. İkinci gəldim. Erzurumspor Galatasaray. Beraber adam. Çaykur Rizespor Samsunspor. Rize'nin geçen transferler ettiğini gördük. Samsun da rahattı ama Samsun. Sonra Kasımpaşa. Beraber Fenerbahçe Konyaspor. Fenerbahçe bu maçın içinden geçer. Trabzonspor Başakşehir. Bence bu da beraber gelir o zaman. Trabzon'un o kadar hal olacağına bakmayın. Eyüp Gaziantep. Gençler Birliği Göztepe. Beraber Kocaeli Spor, Ahmet Spor'da Kocaeli Spor fikrimde alacak. Çünkü turdapsa Gençler Birliği, Erzurumspor, Galatasaray, Göztepe, Konya Spor, Kocaeli Spor, Gaziantep, Çaykur Rizespor, Eyüp Spor, Alanya Spor, Samsun Spor, Fenerbahçe, Başakşehir, Kasımpaşa, Beşiktaş, Çorum, Ahmet Spor, Trabzonspor oynayacak. Dördüncü haftada derbi var. Fenerbahçe, Beşiktaş, Başakşehir, Galatasaray oynayacaklar. Ondan sonra Galatasaray, Kocaeli Spor, Gaziantep, Fenerbahçe, Beşiktaş, Erzurumspor, Konyaspor, Trabzonspor. Bayağı bir çetin. 5. 4. haftada çetindi. 6. haftada da derbi var. Trabzonspor, Galatasaray her şey. Bu oyun tarihi nasıldı? 7. haftada da böyle. 8. haftada Gençler Birliği Galatasaray. 9. haftada ne var? At. 2 defa yazdılar bu arada. Trabzon, Beşiktaş. Lan hepsini 2 defa yazmışsınız. Niye? Oynatmıyorsunuz. İspanyol Levante ile 9 arkadaş geldi. Sonra alır. Evet, ondan evvel de dostlar YouTube'a özel seçilik. Artık birazdan bu görüşü bitirenler 0-0'la birlikte olacak. Görüşlerin için 0-15'te. Bu görüşü bitirilen sonra Lens ve PSG'ye 5 dakika bakarıq. 2 dakika falan. Sonra sağoluşaq. Son 15 saniye burada. Levante çok uğursuzluqla başladı. Bu arada mənə Racing Klub çox biraz şey geldi. Üstüne. 20'ni ders Çekişte İspanyol Levante görüşünde. İspanyol Levante görüşü burada bitmeye üzere artık. 90+5 oynanılır. Şöyle hadi birlikte mi? Evet. İspanyol Levante'de artık 90+5'te tamamlanıb. Evet, 90+5'te karşılaşma bitir. İspanyol 3-0. Bir de buradan oyun var. Onu gördüm. Gece Nashville Inter Miami'de təəssüflər olsun ki, Inter Miami məğlub olub. Nashville Inter Miami burada ikinci yerdə hal-hazırda. Əmalisi də ikinci yer. Playoff var. Həyatı ikinci deyil. Qəşəng. Messi'nin stat ayette olduğu. Oğlum bu ne ya? Messi, Suarez olsun, Rodrigo de Paul olsun, Casemiro olsun. 4 efsane olsun senin yanında ama bir şey olmasın yani. Oha, yanlarık bir işten. Rodrigo de Paul burada hardan geliyor. Ah, tutuk amalı. Dükkanın intremeye gidip kiralık var. Kiralıklardan dönüp lütfen zorlan bir var. Boy. Messi kaça kadar? Messi 2028 1935'e kalmıyor. Geçe. Killa haynar gibi lan mı? Suarez neçeye gider? Büyükler. Suarez'in müqavilə tutulacaq böyük ihtimal. burada.
Evet, Vasco Santos şu başladı bu arada. Santos'a bakaq heyette kimləri var. Santos'da Neymar Baba varsa her şey güzel. Heyet. Bax. 39 bunlar. 57. Yuh. Flamingo. Sen hardasan? Apo. Lan Santos düşmelere mi oynuyor oğlum? Ne yapıyorsun Santos? Adam ne yapıyor? Nasıl bir kubak oynamak et? Bir. Yine kubak. Malzeme mi? 2. Yine kubak. 5, 6, 7, 8, 9, 10. 10, 12 tur, 13 tur kalıp. Bu oyun galiba kazanmazsam bekler. Ama ya. Galiba kazansa şey ya güzel olacak. Fleming bütün oynayacak. Artı 3. Sen 4 oynamalı şu an hazırına. Daha 4 dakika alacağız. Noktadan sonra. Evet. Geçecek biz PSG görüşüne. Evet, PSG'de nakıl görüşleri var. Wow. Ferran Torres bu arada geldi PSG'ye. Oynamayacak ama. Adamlar Lucas Digne'ni almış. Oğlum ya. Aston Villa oynuyor bu. Evet. Aşağı. Aferin bayağı bir güzel oyun falan. Aynen. Bəli dostlar, özünüzə yaxşı baxın. Leons PSG görüşünü ilə bitirəcəyik. Evet, özünüzə yaxşı baxın. Sağ olun.